Xoş gördük əziz dinləyicilər. Biz yenidən Körfəzdə müharibənin şahidi olduq. Biz bu barədə çox danışırdıq ki, əlbəttə 3-cü, 4-cü, 5-ci müharibə də ola bilər. Çünki vəziyyət elə bir kritik, vəziyyət elə bir həddə çatıb ki, bu gün müharibə İsrail tərəfə də sərf edir, İran tərəfə də sərf edir. İndi mən bunu izah etməyə çalışacağam. Bu günləri nə baş verir? Əlbəttə İran bu gün göstərir ki, məhz güya İsrail Hizbullahı vurur, Livanı vurur. Mən də onu müdafiə edirəm. Halbuki bundan əvvəl də vururdu, amma müdafiə etmirdi. İkinci tərəfdən də bu günləri biz nəyin şahidiyik? Bu gün əslinə qalsa Netanyahu'ya qarşı da həm Amerikada, bilirsiniz, mətbuat da yazır ki, Trumpla Netanyahu bir-birini söyürlər və Trump da bildirir ki, Netanyahu bütün dünya sənə nifrət edir deyə belə bir məqalə də çıxmışdı. Yəni məsələ nədir? Bu günləri İsrail də elə bir fürsət əlinə düşüb ki, deyir ki, bu gün biz İranla müharibə bitməməlidir, biz öz düşmənimizi məhv etməliyik. Amma həm də bu Netanyahu siyasətinə sərf edir. Netanyahu da özünü xilas etmək üçün ona müəyyən lokal müharibə lazımdır. İkinci tərəfdən isə biz İran barəsində də bu barədə çox danışmışam ki, bugün İranda sosial vəziyyət elə bir həddə çatıb ki, bugün Sepahın özünə də lazımdır ki, lokal müharibə etsin. Müharibə etsin və öz xalqını sosial fəlakətin içində boğulan xalqını etiraz etmək imkanlarından çəksin, onları təmərküzləşdirsin və müharibə eyforiyası ilə onları neytrallaşdırsın. Bax, bu İran deməli siyasətinə də sərf edir. Yəni bu günləri İranın daxilindəki Sepahın ağır vəziyyəti ilə İsrailin də Netanyahu siyasətinin ağır vəziyyəti var. İkisi də bu mənada bir-birlərini oxşuyurlar. Bu mənada bir-birlərinə atəş açıb, lokal müharibə edib yenə də dayanacaqlar. Çünki bu iki tərəfin ikisinə də sərf edilir öz hakimiyyətlərini sürdürmək üçün. Amma burada bir təhlükəli məqam ondan ibarətdir ki, mənə çox maraqlı gəldi. 3 gün bundan əvvəl CNN-də çıxan məhz Azərbaycanı İsrailə göstərən bir şəkildə çıxan məqalə Azərbaycanla İran arasını sanki vurmağa yönəlmişdi. Bu kimə sərf edirdi? Yəqin ki, bu İsrailə sərf edir. Çünki ikinci sərf edən dövlət görmürəm. Və üstündən 3 gün keçdikdən sonra İsrail-İran müharibəsi başlayır və mən düşünürəm ki, bu da İsrailə sərf edirdi və burada bir bağ ola bilər. Yenə deyirəm, nəyin bahasına olursa olsun, biz bu müharibə bizim deyil. Biz bu müharibədə iştirak etməməliyik. Amma İsrail istəyərdi ki, 3-cü, 4-cü dövlətləri yaxın ölkələrdə Azərbaycan kimi çox kritik və vacib olan ölkəni də müharibəyə salsın ki, həm müharibə şərtləri azalsın, həm də İranda nəhayət Sepah rejiminin devrilməsi üçün şərait yaratmaqla həm Amerika müttəfiqinə, həm də dünyaya bildirsin ki, bax görürsünüz, mən hədər yerə istəmirəm müharibə etmək, İrana qarşı müharibə etmək vacibdir. Çünki müharibə İran nəinki İsrailə, bütün region üçün təhlükəlidir. Yəni bu mənada siyasət gedir, bu siyasət hər iki tərəfə əslində qalsa bu lokal müharibə hər iki tərəfə sərf edir, hər iki tərəfin hakimiyyətinin simasını qorumağa xidmət edir. Təşəkkür edirəm.